Sizdən xahiş edirik ki, xəbərə keçmədən öncə videonu bəyənin və rəy bölməsində fikirlərinizi bildirin. Dünyada və ölkədə baş vermiş ən son xəbərləri bizdən izləyin. Bunun üçün kanala abunə olmağı və bildiriş simvolunu açmağı unutmayın. İndidən təşəkkürlər. Salam dəyərli izləyicilər. Günün ən aktual və vacib xəbərləri ilə qarşınızdayıq. Azərbaycanda uşaq pulunun bərpası ilə bağlı müzakirələr yenidən alovlanıb. Bəs dövlət üçün daha sərfəli və effektiv yol hansıdır? Hamıya verilən uşaq pulu, yoxsa ünvanlı sosial yardımlar? Ömürlük pensiya alanları da maraqlandıran vacib yenilik var. Kredit faizlərinin yüksəkliyindən şikayət edənlər üçün isə bank sektorundan ümidverici xəbərlər gəlir. Amerika Birləşmiş Ştatlarının ordusunun İrana endirdiyi zərbələr bölgədə gərginliyi artırıb, həlak olanların olduğu açıqlanıb. Bütün təfərrüatlar videomuzda. Azərbaycanda uşaq pulu ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Bəzi şəxslər hər uşağa görə aylıq müavinətin verilməsini təklif etsələr də, iqtisadçılar hesab edir ki, mövcud sosial müdafiə sisteminin əvəzlənməsi aztəminatlı ailələr üçün daha ciddi problemlər yarada bilər. İqtisadçı Əli Cabbarovun sözlərinə görə, cəmiyyətdə bəzən belə bir fikir formalaşdırılır ki, uşaq pulu verilmirsə, sosial sahədə ciddi dəstək yoxdur. Lakin ekspert bildirir ki, hazırda dövlət tərəfindən tətbiq olunan ünvanlı sosial yardım və digər müavinətlər ehtiyacı olan ailələrə daha böyük həcmdə maliyyə dəstəyi verir. Onun fikrincə, əgər hər uşağa şərti olaraq 50 manat məbləğində uşaq pulu təyin edilər və bunun müqabilində mövcud yardımlar azaldılarsa, minlərlə aztəminatlı ailə indiki ilə müqayisədə daha az vəsait əldə etmiş olacaq. Ekspert qeyd edir ki, hazırda ünvanlı dövlət sosial yardımı alan ailələrə ödənilən orta aylıq məbləğ 500 manatı ötür. Bu vəsait birbaşa gəlirləri aşağı olan və sosial dəstəyə ehtiyacı olan ailələrə yönəldilir. Uşaq pulu isə universal xarakter daşıdığı üçün həm aztəminatlı, həm də yüksək gəlirli ailələrə şamil oluna bilər. Məhz buna görə də ünvanlılıq prinsipi sosial ədalətin qorunmasında mühüm rol oynayır. Əli Cabbarov vurğulayır ki, dövlətin sosial siyasəti yalnız pul yardımları ilə məhdudlaşmır. Son illər özünü məşğulluq proqramları çərçivəsində minlərlə ailəyə malqara, avadanlıq və müxtəlif istehsal vasitələri təqdim olunub. Məqsəd vətəndaşları daimi sosial yardımdan asılı vəziyyətdə saxlamaq deyil, onların sabit gəlir əldə etməsinə və kiçik sahibkarlıq fəaliyyəti qurmasına şərait yaratmaqdır. Ekspertin fikrincə, Dövlət Sosial Xidmətlər Agentliyinin həyata keçirdiyi reabilitasiya, peşə hazırlığı və aktiv məşğulluq proqramları da sosial müdafiə sisteminin vacib hissəsidir. Bu layihələr vasitəsilə minlərlə insan yeni peşələrə yiyələnir və əmək bazarına inteqrasiya olunur. Qeyd olunur ki, regionlarda yaradılan aqroparklar, kənd təsərrüfatı və sənaye layihələri də məşğulluğun artırılmasına xidmət edir. Bir sıra rayonlarda işçi qüvvəsinə tələbatın artması və işçi çatışmazlığının müşahidə olunması iqtisadi fəallığın yüksəldiyini göstərir. Mütəxəssislər hesab edirlər ki, sosial müdafiə siyasətinin əsas məqsədi yalnız müavinətlərin artırılması deyil, həm də insanların davamlı gəlir mənbələrinə çıxışını təmin etməkdir. Beləliklə, iqtisadçıların qənaətinə görə, hazırki sosial müdafiə modeli ünvanlı yardımlar, məşğulluq proqramları və sosial xidmətlər vasitəsilə ehtiyacı olan vətəndaşlara daha geniş və effektiv dəstək göstərməyə yönəlib. Bu səbəbdən uşaq pulu məsələsi müzakirə olunsa da, mövcud sosial yardım mexanizmlərinin əhəmiyyəti və əhatə dairəsi diqqət mərkəzində qalır. Müddətsiz əlillik verilən şəxslər yenidən komissiyaya çağırıla bilərmi? Hüquqi məqamlar açıqlandı. Bir çox vətəndaşı maraqlandıran məsələlərdən biri də müddətsiz əlillik təyin edilmiş şəxslərin sonradan yenidən tibbi sosial ekspertiza müayinəsinə cəlb olunub olunmamasıdır. Oxu24.com xəbər verir ki, mütəxəssislər bildirirlər ki, qanunvericiliyə əsasən müddətsiz əlillik verilmiş şəxslər müəyyən hallarda yenidən komissiyaya çağırıla bilərlər. Belə ki, Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş əlilliyin qiymətləndirilməsi qaydasının 3.7-ci bəndinə əsasən, əlilliyin əsaslılığını şübhə altına alan faktlar aşkar edildikdə vətəndaş yenidən tibbi sosial ekspertiza müayinəsinə cəlb oluna bilər. Qanunvericiliyə görə bu qərar tibbi sosial ekspert komissiyası və ya aidiyyəti dövlət agentliyi tərəfindən qəbul edilir. Mütəxəssislərin sözlərinə görə, müddətsiz əlillik anlayışı vətəndaşın heç bir halda yenidən yoxlanılmayacağı anlamına gəlmir. Əgər təqdim olunmuş tibbi sənədlərlə bağlı şübhələr yaranarsa, əlillik vəziyyətində dəyişiklik olduğu barədə məlumat daxil olarsa və ya qanunsuz təyinat ehtimalı müəyyən edilərsə, həmin şəxs əlavə müayinəyə çağırıla bilər.
Hüquqşünaslar bildirirlər ki, bəzi hallarda vətəndaşlar müddətsiz sözünü tam toxunulmaz status kimi qəbul edirlər. Halbuki dövlətin əlillik təyinatlarının qanuna uyğunluğunu yoxlamaq səlahiyyəti mövcuddur. Qeyd olunur ki, yenidən komissiyaya çağırılma avtomatik şəkildə əlilliyin ləğvi demək deyil. Bu zaman vətəndaşın sağlamlıq vəziyyəti, tibbi sənədləri və funksional məhdudiyyətləri yenidən qiymətləndirilir. Müayinə nəticəsində əlillik statusu saxlanıla, dəyişdirilə və ya bəzi hallarda ləğv oluna bilər. Ekspertlər vətəndaşlara tövsiyə edirlər ki, tibbi sənədlərini düzgün və tam şəkildə toplasınlar, müalicə tarixçələrini qoruyub saxlasınlar və rəsmi çağırış olduqda komissiyadan yayınmasınlar. Mütəxəssislərin fikrincə, şəffaf və düzgün sənədləşmə həm vətəndaşın hüquqlarının qorunması, həm də sonradan yarana biləcək problemlərin qarşısının alınması baxımından vacibdir. Hüquqşünaslar əlavə edirlər ki, əgər vətəndaş komissiyanın qərarı ilə razılaşmırsa, həmin qərardan inzibati qaydada və ya məhkəmə vasitəsilə şikayət vermək hüququna malikdir. İslam bankçılığı Azərbaycanda yeni maliyyə modeli nə vəd edir? İslam bankçılığı hazırda dünyanın 102 ölkəsində tətbiq olunur. Qlobal İslam maliyyəsi aktivləri 5,2 trilyon dolları ötüb və ilin sonuna qədər 6 trilyon dollara çatacağı gözlənilir. Bu sistem faizsiz maliyyələşmə və risklərin paylaşılması prinsiplərinə əsaslanır. Azərbaycanda 2026-cı ildən etibarən Mərkəzi Bankın nəzarəti altında seçilmiş iki bank tərəfindən Mudaraba və Murabaha məhsulları istifadəyə verilib. İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, İslam bankçılığı ənənəvi kreditlərdən fərqli olaraq faiz tətbiq etmir. Maliyyələşməni real aktivlər və biznes fəaliyyəti üzərində qurur. Bank avtomobil və ya mənzil alaraq onu müəyyən mənfəətlə müştəriyə hissəli ödənişlə sata, yaxud biznes layihələrində tərəfdaş kimi iştirak edə bilər. Qumar və digər dini baxımdan uyğun hesab olunmayan sahələr maliyyələşdirilmir. Ekspert bildirir ki, sistemin ilkin mərhələdə sandbox rejimində tətbiqi yeni məhsulların risklərinin qiymətləndirilməsinə və onların təhlükəsiz şəkildə sınaqdan keçirilməsinə imkan verir. İqtisadçı Rəşad Həsənov isə hesab edir ki, Azərbaycanda İslam bankçılığı bazarı böyük olmayacaq və portfelin 300-400 milyon manat civarında formalaşacağı gözlənilir. Buna baxmayaraq, yeni maliyyə məhsulları kiçik və orta sahibkarların maliyyəyə çıxışını genişləndirə, bazarda rəqabəti və məhsul müxtəlifliyini artıra bilər. Bu modelin əsas üstünlüyü alternativ maliyyə imkanları yaratması və daha şəffaf biznes mühitinə töhfə verməsidir. ABŞ-nın İrana qarşı həyata keçirdiyi hücum nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun Sepahın əzı 4 hərbiçisi həlak olub. Oxu Az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb. Sepahdan isə bildirilib ki, İranın hava məkanına daxil olan ABŞ-nın MQ-9 puası Fars körfəzində vurulub. Eləcə də RQ-4 dronu və F-35 qırıcı təyyarəsi atəşə tutularaq İranın ərazi sularını tərk etməyə məcbur edilib. Fars agentliyinin məlumatına görə isə, bundan əvvəl İran ordusundan ABŞ-nın yeni hücumunun cavab tədbirlərinə səbəb olacağı barədə xəbərdarlıq edilib.